Burası Zaqatala rayonu ərazisidir. Baş su ayrıcıdır. Azərbaycan-Dağıstan sərhəddi. O görsənən ən yüksək zirvə Quton dağıdır. Qarşıda Şamilovka yaylağıdır. Bu Honzogor dağıdır solda. Şamilovka yaylağı, bu taxta evlər var orada. Bax, indi görsənir. Arxa tərəfdə bizdən geridə isə Pir adlanan ərazidir. Pir var, orada da bir ev var. Burada aşağıda çoban binəsi var. Burada isə Zaqatala şəhəri, rayon mərkəzi, lap uzaqda Murov silsiləsi ağ rəngdə xətt üzrə gedir. Bax, görsənir. Murov silsiləsi və Şahdağ silsiləsi, yəni burada hər ikisi görsənir. Qarşıda Gürcüstanla bizi ayıran sərhəd var. Bax, bu hissə. Sonra bu Sirt, Cardan Şamilovkaya qalxan yoldur. Bura həm də maşın yoldur. Sol tərəfdə Car kəndidir. Bu uzanıb gedir qabağa da qədər. Car kəndi. Burada isə deməli, bu hissə Axaqdərədir. Burada isə Taxtalar kəndidir. Axaqdərədə Axaqlar yaşayır. Onların ayrıca dili var. Solda isə, Taxtalarda isə qarışıqdır. Həm avarlar var, həm axaqlar var. Carda isə tamamilə avarlar yaşayır. Belə. Pir dediyimiz isə bax, bu yanda qalıb. Bu təpənin arxasında çıxan kimi görsənir. Orada qəbristanlıq da var. Bu əraziyə Şamilovka yaylağının deyilməsinin səbəbi Şeyx Şamilin bir müddət burada yaşaması, qərargah qurması. Bildiyiniz kimi Zaqatalada qala olub. Orada Çar qoşunlarının, ordusunun bir hissəsi həmin qalada deməli məskunlaşıb, orada qalıblar, şəhərin mühafizəsini təşkil ediblər və Şeyx Şamil də buradan o qalaya hücum edib və bir müddət də burada qalıb. Bu yolun üstündə, təxminən bu hissədə Şeyx Şamilin müridlərindən birinin qəbri var. Orada işarə də var, qəbir başdaşı kimi işarə var, üstünə yazı var, avar dilində yazılıb. Daşla da topalanıb ərazi. Yuxarıda isə, o Pir dediyimiz hissədə isə, orada qəbristanlıqda bir xeyli sayda qəbir var. Orada həm Şeyx Şamilin döyüşçülərinin, həm də yaylağa gələn, yaylada yaşayan insanların qəbirləri var. Soldan Talaçaydır, gəlib Zaqatalanı bölüb, gedir aşağıya doğru. Sağda isə, görsənən isə Katexçaydır.